İlham Əliyev bildirdi ki, Azərbaycan dili məişət səviyyəsində işlənməyə başlayır digər ölkələrdə və bunu artırmaq lazımdır, daha peşəkar səviyyəyə gətirmək lazımdır. Xüsusən də qonşu ölkələri qeyd etdi ad çəkmədən. Amma məsələ bundadır ki, Əliyevin özü və ailəsi ana dil kimi rus dilindən istifadə edir. Əliyev Azərbaycan dilini belə rus ləhcəsi ilə danışır. Yəni rus dilli bir Azərbaycan dilini sonradan öyrənib necə danışırsa, Əliyev də Azərbaycan dilini bu şəkildə danışır. Və birdən-birə nə oldu ki, belə Əliyev bir ajiotaja düşdü ki, belə bir məsələni gündəmə gətirmək lazımdır. Güya azərbaycanlıların xaricdə Azərbaycan dili danışmasını dəstəkləmək lazımdır. Təbii ki, bu Əliyevin nə hansısa bir Azərbaycançılıq, Azərbaycanı sevməsindən qaynaqlanmır. Əliyev daim türklərdən öz zibillərini, öz pop-püsürlərini örtmək üçün istifadə edibdir. Yəni hər hansısa bir Azərbaycanda böhran yarandıqda, hər hansısa Azərbaycanda iqtisadi çətinlik yaradanda Əliyev dərhal türk-azərbaycançılıq xəttinə üst tutur və türkləri və azərbaycanlıları qaza gətirəcək açıqlamalar verir. Və təəssüflər olsun ki, türklər də, azərbaycanlılar da, özünə türk və azərbaycanlı deyənlər də bu məsələləri asanlıqla yeyirlər. Yəni ajiotaja gəlirlər və hər hansısa öz dillərinin, mədəniyyətlərinin artırılacağından, qorunacağından sevinməyə başlayırlar. Təbii ki, sevmək onların haqqıdır, amma burada mən heç də türklərin nə də digər xalqların xeyrinə bir proses görmürəm. Bu açıq-aşkar türklərin istifadə edilməsidir. Özünü Azərbaycanlı türk adlandıran insanların emosiyalarının istifadə edilməsidir. Baxın, Azərbaycan Qarabağı aldı. Qarabağ alındıqdan sonra bir azərbaycanlının həyatında nə dəyişir? Yəni söhbət onun sosial haqqlarından gedir. Söhbət onun işləməyindən gedir. Yəni necə olur ki, yəni sən əlavə bir torpaq alırsan, əlavə bir resurslar qazanırsan, amma əhalinin yaşayış səviyyəsi aşağı düşür. Bu alınan torpaqlar, bu alınan resurslar tamamilə Əliyevin və ailəsinin və onun ətrafında olan məmur və dost tanışlarının xeyri üçün istifadə edilir. Bu heç də Azərbaycanın qələbəsi deyil. Orada şəhid olanlar belə, yəni Azərbaycan üçün şəhid olmayıbdı. Bu özlərini necə hesab edir bilmirəm. Bəlkə təhqir kimi baxırlar buna. Necə baxsınlar, həqiqət budur. Əliyev bunları öz ailəsinin marağı üçün, biznesi üçün istifadə edib və Azərbaycanın müxalifəti olsun, həqiqi və saxta müxalifəti daxil olsun, Azərbaycan cəmiyyətinin böyük bir hissəsi də bu oyuna gəlibdir. Və indi də Əliyev məqsədli şəkildə separatçı bir hərəkət yaratmağa çalışır. Yəni bu separatçılıq nədən ibarətdir və nəyə görə bunu separatçılıq adlandırıram? Çünki baxın, Əliyev öz ölkəsində dil araşdıranları həbs edirdi. İqbal Abilov həbsdədir. Fəxrəddin Abbasov öldürülübdür və digər insanlar var ki, onlar da həbsdə olublar və öldürülüblər. Novruzəli Məmmədov və digər insanları bura aid edə bilərik. Bəs necə olur ki, Əliyev öz ölkəsində insanlardan tələb edir ki, onlar məişətdən kənarda talış dilini işlətməsin, amma gedib xarici ölkələrdən tələb etməyə başlayır ki, Azərbaycan dilini üst səviyyəyə gətirin. Heç belə bir tələbi də ciddiləşməyəcək, mən sizə deyim. Yəni ki, bu yenə deyirəm, türklərdən istifadə üçündür. İkinci məsələ də budur ki, mən bunun separatçılıq olduğunu açıq-aşkar görürəm. Çünki özü bu hərəkətləri Azərbaycan daxilində olanda bunu separatçılıq adlandırır. Deyir ki, bu separatizmdir. Belə insanlar vətənə xəyanət edirlər. Bəs indi mən sual verirəm. Bir İranda, bir Gürcüstanda öz dilini araşdırmaq istəyən adam da bu məntiqlə separatçı və vətən xaini adlandırılmalıdır. Nəyə görə Əliyev ikili standartlardan istifadə edir? Çünki indi də onun gözü Gürcüstan torpaqlarına düşür. Yəni mən bunu uzun müddətli qeyd etmişəm. Twitter səhifəmdə də açıqlamışdım, Facebookda da açıqlamışdım. Azərbaycan hökuməti uzun müddətdir düşmənsiz qalır. Yəni baxın, adicə dünən edilən digər çıxışa da baxın. Əliyev
ermənilər barədə çıxışlar etməyə başladı ki, azərbaycanlılar Ermənistana qayıtmalıdır. Halbuki Paşinyan bundan bir gün öncə açıqlama vermişdi ki, mən Azərbaycanla ermənilər arasında yaşanan düşmənçiliyi Rusiya ilə əlaqələndirirəm. Rusiyanı birbaşa ifşa etmişdi. Bundan sonra Mariya Zaxarovanın açıqlaması oldu ki, güya KGB falan vaxtı yaranıb. Əslində o KGB dedikdə Paşinyan əslində rusları nəzərdə tutur. Sadəcə cürəti bu qədər çatmadı ki, ruslardan birbaşa danışa bilsin. KGB-ni günahlandırmağa başladı, Sovyeti günahlandırmağa başladı. Bu əslində Rusiya imperiyasının dövründə başlanmış bir prosesdir. Sadəcə buna cürət edə bilmədi. Çünki hazırki Rusiyaya birbaşa meydan oxumuş olacaq ki, çox böyük səhv olardı siyasi cəhətdən. Mariya Zaxarova buna qarşı açıqlama verdi. Daha sonra da İlham Əliyev xodlanmağa başladı. Nə bilim, dil belə gəldi, Azərbaycanlılar Ermənistan qayıtmalıdır, filan beşməkan. Və Əliyev niyə bunu eləyir? Çünki dözə bilmir bu prosesə. Çünki Erməni-Azərbaycan düşmənçiliyi bitdisə, Əliyevin oynamağa kartı yoxdur. Yəni Azərbaycanlıların başını nə ilə dolandıracaq bu? Nə ilə bunları aldadacaq? Necə deyəcək ki, düşmənimiz var, bizim bir problemimiz var, o da Qarabağ. Əvvəl bunu deyirdilər, indi təzə tema çıxardıblar da, Zəngəzur, nə bilim, İrəvana qayıdırıq, falan eləyirik. İnsanların başını belə məsələlərlə qatır və özünün rüşvət, cinayətkarlıq əməllərindən uzaqlaşdırmağa çalışır. Bu bir taktikadır. Və digər tərəfdən də artıq hazırlaşır ki, ölkə daxilində və ölkə xaricində əlavə düşmənlər axtarsın ki, insanları bir qədər daha çox nifrətlə ovlamağa başlasın. Misal üçün, bunu Talışlara qarşı etməyə başlamışdılar. Başlamışlar Talış adlarını dəyişmək lazımdır, nə bilim, Talış adı olmamalıdır. Belə bir hərəkat başlamışdı. İqbal Ağazadə və digər İlham Əliyevin tulaları ortaya düşüb belə söhbətlər edirdi. Biz onların ağzının üstündən vurduq. Yəni elə bir ideoloji bir məsələləri ortaya atdıq ki, onlar geri çəkilməli oldular və bundan hələ ki yeni üsullar axtarırlar etmək üçün. Amma indi də xaricdə mən sizə açıq deyirəm və bunu görəcəksiniz. Gürcülərlə düşmənçilik yollarını yaratmağa çalışırlar. Dil açıqlaması da sırf buna xidmət edir. Yəni İrəvana qayıtmaq məsələsi sırf ona xidmət edir ki, ermənilərlə düşmənçilik qorunsun və gürcülərlə də dil məsələsi problemini açacaqlar və Azərbaycanda bir dənə qığılcım gözləyəcəklər ki, Gürcüstanla münasibətləri yenidən korlasınlar, Gürcüstanla qarşı ərazi iddialarına başlasınlar, oradakı azərbaycanlılardan Gürcüstana qarşı istifadə etsinlər. Mən özüm Gürcüstanda azərbaycanlılarla işləmişəm və onların bir çox haqlarını da qorumuşam. Mənim onların haqları ilə bir problemim yoxdur. Amma bu Əliyevin xeyrinə istifadə olunmamalıdır. Bunu bəzi Gürcü aktivistlər də başa düşür, Gürcüstanlı, Azərbaycanlı aktivistlər də başa düşür. Amma təəssüf ki, bunu Gürcüstanda yaşayan bütün azərbaycanlılar başa düşmür. Azərbaycandakıların özləri də, Azərbaycanın özündə də yaşayan azərbaycanlılar bu prosesləri anlamır, məntiqini anlamır və bu çox təhlükəli bir məsələdir. Çox təhlükəli bir məsələdir. Və biz əgər imkan versək ki, Əliyev burada öz məqsədlərinə çatsın, o bir daha çox, bir daha illər boyu insanların emosiyalarından, insanların nifrət hissindən öz hakimiyyəti üçün xeyir əldə edəcək və insanları daha çox istismar edəcək. Siz daha çox əzab içində yaşayacaqsınız, sosial problemlər içində yaşayacaqsınız. Pensiya ala bilməyən insanlar var artıq. Yəni pensiya fondu artıq bir çox insanların pulunu vermir, bloklayıbdır. Pul yoxdur hökumətdə. Hökumət dağılır, başa düşmürsüz bunu. Və neft pulları da hamıya çatmır. Artıq məmurları öz yaxınlarına belə keçiblər ki, onları boşaltsınlar cibinə və indi də əhalini qaza gətirirlər. Qaza gətirirlər və biz bu məsələlərə hazır olmalıyıq. Əliyevin bu separatçı hərəkatları dəstəyinə qarşı durmalıyıq. Çünki biz sabah bunlara qarşı separatçılıq eləsək, sabah özümüzdə problemlər yaranacaq. Həm ərazi iddiaları bizə qarşı olacaq, həm də öz insanımız xoşbəxt yaşaya bilməyəcək. Əliyevin bu rüşvətxor rejiminə daha 10-15 il dözməli olacaq və buna yol verməmək lazımdır.